Xəncəlin nədir? Xəmir xörəklərinin qışda nədir üstünlüyü? Nar həzmə yaxşı, yəni o Nar yağı, pişirsən, yağı əridir. Yağı qaraciyər təmizləyir. O artıq xolesterini aradan qaldırır. Həzmi yaxşılaşdırır. Bunun iştah açıcı xüsusiyyəti var. Nar min bir dərdin dərmanı. Ölkələr var ki, gecələr toy günü bəylə xanımın otağına nar qoyurlar. Xoşbəxtlik rəmzidir. İndi bizdə də nar, Almaniyada mən şahidi oldum, siz də Şahin müəllim olursunuz tez-tez, Allah var eləsin, evlatlarınız oradadır. Nar hər gün Azərbaycanlılar satırlar, ən qiymətli, ən bahalı meyvə nardır, gedirlər. Mən gördüm bir Alman ailəsi, yaşlı adamlar, 85 yaşında, kişi ilə xanım gedir, hər gün bir nar alırlar hərəsinə. Yiyirlər, deyirəm, bunlar niyə ikisini üçün almır, üç üçün almırlar? Mən xeyli öyrəndim orada. Deyirlər ki, həmin o həvəslə, eşqlə gəlirik ora, hər gün yeriyirik də. Həmin də bilmirik, bəlkə saxlasaq, yaxşı saxlamarıq. Peki sabah başqa bir... Yox, saxlama, yox. Saxlamaq deyil. Əsas elə harada çeşid gələ gündə gələ Almaniyanın o nar tapırsansa böyük bir gözəl xoşbəxtlikdir. Həm yeriyirik, həm eşqlə gəlirik, həm də bunlar saxlam bilmir, yaparıb soyucuya qoyacaq, o keyfiyyətini itirəcək, itirməyəcək. Ancaq bu mağazin bilir də, satılan yer bilirlər. Eldar qardaşı da Köln şəhərindən salamlayıram. Gözəl şəraitləri var, həm nar şirəsi satırlar Azərbaycana, həm nar satırlar. İndi isə eşidə dəyərli teleaparıcımız sevimli Samir bəy. Doktor, əslində eşidə deyəndə sizdən soruşacağım var. Həm də Solmaz xanımın bir sualım var. Xəmir xörəkləri adamı kökəldir yoxsa kökəltmir? Çünki çox adamlar, doktor, deyirlər ki, xəngəl yeməyək, nə bilim, ərişdə yeməyək, düşbərə yeməyək kökəldir. Amma qışda niyə daha çox yeyirik? İmmuniteti gücləndirir ona görə? Birinci kasıbın malı daha Samir bəy. Bu bir mənalıdır. Birinci bu bir. Bu nömrə birdir bu. İkincisi, təbii ki, çox böyük toxluq verir. Toxluq verir. Əgər sən onu, məsələn, günorta yemirsən, akşam yemək yeməyəcəksən. Ancaq çox təəssüflər olsun ki, Bakıda xanımlar görməmişlik eləyirlər. İşdən çıxırlar, deyirəm, hara gedirsiniz? Xəngəl yeməyə. Deyir ki, yığışdıq, gedək xəngəl yeməyə. İşdən çıxırlar axşam 6-da, 7-də, gedirlər saat 9-da onda xəngəl yeyirlər, səhərə qədər də yata bilmirlər. Əslində, əvvəllər ağır əməklə məşğul olurlar, amma indi tamam başqa. Yox, laf nə olur olsun, xəngəlin, xaşın, yemək qaydası sabahdır. Səhər. Ən geci gün ortadır, ən geci. Sizdə necə xəngəl yemək olar? O başlandan necə o... O başlanan deyəndə ki, o başlanan olur. Şaba-şabaza. Yox, indi ona adətdir də. Birinci, diş həmin diş, ağız həmin ağız, həvəs həmin həvəs, mədə həmin. O deyil axı. Şuda nə? Yox, o sevgi ilə yanaşırsansa, sən məni ged, nə vaxt tapıb desən xəngəl var, onun iştahı yox, xəngələ nə iştah lazım? O dəqiqə beynində sənin uşaqlığın yaranır. İnsanın ən ali sevgilərindən biri sevdiyi qidadır. Bəli. Sevdiyi qida, məsələn, mənim camış qatığım, həsrətəm ki, sənin tanıdığın Nürəddin qardaşım 2 gündən sonra göndərəcək mənim camış qatığımı, onun qaymağından. Yəni, o böyük, məsələn, mən yeməkdən ötəri heç vaxt sevmədim, ac qalmağı sevən adamam. Şüuraltı yaddaşda. Şüuraltı mənim yaddaşımda, bəli, o camış qatığına sevgi var, bala sevgi var və yaxud da xəngələ sevgi var. İndi xəngəl, məsələn, mən bilirəm, xəngəl şəkər xəstələrindən ziyandır. Ondan sonra demək olar tərkibində bir şey yoxdur, elə böyründən başından nə qaçsan xeyir olan odur.